Hər kəsə salam, əziz şagirdlər və əziz məzunlar. Bu gün sizlə baxacağıq 6 aprel tarixində keçirilmiş əvvəlki illərin məzunları üçün riyaziyyatdan test tapşırıqlarının həllərinə. Deməli, başlayaq uşaqlar birinci sualdan. Deyir ki, -3x böyükdür 9 bərabərsizliyinin ən böyük tam həllini tapın. Gəlin baxaq uşaqlar. Deməli, yazıram -3x böyükdür 9. Hər tərəfi -3-ə bölürük. Bu zaman işarəmiz dəyişir. Olacaq x kiçikdir -3-dən. Və bu bərabərsizliyin ən böyük tam həlli olacaq -2. Cavab oldu C bəndi. Keçək ikinci suala. 62-ci yəni. 62-də deyir ki, uşaqlar Z kompleks ədəd üçün R, Y, Z bərabər 5-ə, yəni real. Həqiqi hissəmiz bərabərdir 5-ə, x-imiz yəni 5-dir və xəyali hissəmiz z bərabərdir -2, yəni xəyali hissə y-imiz bərabərdir -2 i-yə. Deyir, bu kompleks ədədin qoşmasını tapın. Uşaqlar, bu z bərabər olacaq 5 minus 2 i-yə. Bunun qoşması isə olacaq 5 plus 2 i-yə. Yəni 5 plus 2 i cavab olacaq y bəndi. Sonra keçək 63-cü tapşırığa. Deyir, A-nın hansı ən kiçik qiymətində ədədi 9-a qalıqsız bölünür? Aha, gəlin baxaq uşaqlar. 63. Aha, 205 AB. Üstündə xətt o deməkdir ki, bu ədəddir və 9-a bölünməsi üçün uşaqlar nə olmalıdır? Rəqəmlərinin cəmi 9-a tam bölünməlidir. Yəni rəqəmlərini toplayaq. 7 plus A plus B. A-nın deyir ən kiçik qiymətində bölünsün 9-a tam bölünməsi üçün. Deməli, uşaqlar, bu cəm neçə ola bilər? 7-nin üzərinə 2 gəlsək, yəni A plus B 2 olsa bölünər. Sonra A plus B bir-bir xırdalıqlarına kimi demək istəyirəm uşaqlar. Deməli, A-nın B-nin yerinə 2 qoyanda 9 olur, bölünür. 3 qoyanda 10 bölünmür, 4 qoyanda 11 və s. bölünmür və 9 qoyanda 16 bölünmür. Deməli, A və B-nin yalnız cəmi 2 olarsa bölünər. Burada da deyir ki, A-nın ən kiçik qiymətini tapın. Deməli, mən istəyirəm ki, A-nın yerinə yazım 0, B-nin yerinə yazım 2. Bu zaman ədədimiz olacaq 20.502. Yəni, A-nın 0 qiymətində tam qalıqsız bölünür. Sonra keçirəm 64-cü tapşırıq uşaqlar. Deyir ki, burada neyinin tənliyini həll edin. Gəlin həll edək. 64. 5 üstü x. Uşaqlar, 5 üstü x plus 1-in əvəzində mən yazmaq istəyirəm 5 vurulsun 5 bərabərdir. 5 üstü, bunu da -1 kimi yazıram. -x minus 2. Aha. İndi yazıram 5 üstü x vurulsun 5 bərabərdir. Bunu vurub açıram uşaqlar. 5 üstü -x plus 2-yə. Aha, bərabərliyin uşaqlar sağı ilə solu bərabər olmalıdır. Gəlin bunu elə əvvəlki qaydada saxlayaq ki, tənlik kimi həll edək. İndi yazıram x plus 1 bərabərdir -x plus 2-yə. X keçsə sol tərəfə olacaq 2x bərabərdir 1-ə. 1-ə də keçirdim sağa. X də bərabərdir 0,5-ə. Cavab oldu B bəndi. Bu qədər. Sonra keçirəm növbəti uşaqlar 65-ci tapşırığa. Aha, 65-də deyir ki, K və L nöqtələri ABC üçbucağının uyğun olaraq BC, AC tərəflərinin orta nöqtəsidir, yəni medianıdır. Deməli, AK bir mediandır uşaqlar və eyni zamanda KL özü də mediandır. Aha. Sonra deyir ki, iştiraklanmış hissənin sahəsi ABC-nin hansı hissəsini təşkil edər? Gəlin baxaq. AK mediandırsa uşaqlar sahəni 2 hissəyə bölür. Deməli, bunun sahəsi olacaq 2s, bunun da sahəsi olacaq 2s. Aha, bu belə. İndi bu sahəni yazdım 2s. İndi buranı silirəm. Ümumi sahəmizdə olsun 4s. İndi isə uşaqlar baxın. Axı AKS-nin sahəsi bura ümumi 2s idi. Bu KL də bunu böldü 2 yerə. Bura nə qaldı iştiraklanmış hissə s. Deməli, ümumi sahəmiz 4s-dir. İştiraklanmış hissənin sahəsi s-dir. Cavab oldu 1 bölünsün 4-dür bəndi. Keçdik 66-ya. Sinus 2x minus 3 bərabərdir 1 tənliyini həll edin. Gəlin yazaq uşaqlar. Sinus deməli alfa 1-i hansı qiymətində alır? Əvvəlcə onu yazaq. Sinus alfa 1-i alır. Alfa bərabərdir pi böl 2 plus 2 pi k qiymətində alır. İndi uşaqlar burada alfanın yerinə bizə nə verib? 2x minus 3 yazıram. 2x minus 3 bərabərdir pi böl 2 plus 2 pi k.
3 keçirəm bərabərliyin sağına. Plus 2 pi k plus 3. Və hər tərəfi 2-yə bölürəm. Pi bölünsün 4 plus pi k plus 3 bölünsün 2. Cavab olacaq pi böl 4 plus pi k plus 2-də 3 k daxildir. Zeta D bəndi. Sonra keçirəm 67 uşaqlar. 67-də deməlidir 2x plus y bərabərdir 5-ə. Və altıbucaqlının perimetrini tapın. Perimetr tapanda nə edirik uşaqlar? Sadə bir düstur. Tərəflərin cəmini tapırıq. 2x plus 2y üstə gələ 2x. Bərabərdir nəyə? 4x plus 2y. Buradan 2-ni ortaq vuruq ki, çıxarsam qalacaq 2x plus y. Bu da nə deməkdir? Yəni deməkdir ki, bunu gətirin yazın yerinə 2 vurulsun 5. Elədir 10, cavab 10-dur bəndi. Keçdim 68-ə. Bundan asan sual ümumiyyətlə yoxdur. Tənasübdür. Çarpaz vururuq. M-in bərabərdir 80-ə. Göz yumuludur C bəndi. Gəldik uşaqlar 69-a. 69-da nə deyir? Deyir ki, ABCD kvadratın təpələrindən çəkilmiş paralel düz xətlər onun müstəvisinə paralel olan müstəvini uyğun olaraq A1, B1, C1, D1 nöqtələrinə kəsir. AB 4 olarsa A1, C1 parçasının uzunluğunu tapın. Uşaqlar, bu olsun bizim ABCD kvadratımız. Və buradan uzantıları çəkir uşaqlar. Yuxarıda getsin, kəsişsin. Biraz aşağıdan çəkim. Bu da olsun bizim paralel olan A1, B1, C1, D1 kvadratımız. AB 4'dürsə, avtomatik A1, B1 də 4'dür. Kvadrat olduğu üçün bütün tərəflər 4'dür. Sonra A1, C1 istəyir, yəni kvadratın diagonalını. Kvadratın diagonalı nədir uşaqlar? Kökdə 2A, yəni 4 kökdə 2. Bu da elədir B bəndi. Sonra keçək 70-ci suala. Deyir ki, 70-də uşaqlar elementlərinin sayı bərabər olan A və B çoxluqlar üçün N A kəsişmə B, yazmayım, hazır verilib. N A kəsişmə B neymiş? 6 imiş və 5MB minus A bərabərdir nə buna? Neysə MB-ni tapın. Uşaqlar ki, Euler-Venn diaqramını çəkim. Kəsişməmizdə var 2 dənə, çox qəşəng çəkdim, ürək açan. Kəsişməmizdə var deməli 6 dənə element. Və deyir ki, elementlərin sayı bərabərdir. Yəni burada da M-dən element götürürəm, burada da M-dən element götürürəm. Sonra bizə deyir ki, 5 vurulsun. Bunu gəlin biraz qaldırım bura. İndi isə uşaqlar bizə deyir ki, 5 vurulsun B minus A. B minus A nədir uşaqlar? Bu olsun A. Baxın, bu A-dır, bu da B-dir. B-dən A-nı çıxanda nə qalacaq uşaqlar? Təkcə qalacaq bir dənə bu yazıq M. Deməli, yazıram 5 vurulsun M bərabər 2 vurulsun. NA birləşmədə hansı elementlər var? 6 üstə gələk, baxın. Bu 6 üstə gələk 2 dənə M. Yazıram. 5M bərabərdir 12 plus 4M-ə, M bərabərdir 12. M-in qiymətini tapdıq 12. Deməli, bura 12 imiş. Bizdən də istəyir MB-ni. MB də bərabər olacaq 18-ə. Cavab oldu Y bəndi. Keçdik 71-ə. Deyir ki, 71-də neyini? Tərəfləri ABC olan üçbucağın AB tərəflərinin qarşısına yerləşən bucaqlar uyğun olaraq nədir? Tərəfləri A, B, C. A-nın qarşısındakı 62 dərəcədir. B-nin qarşısındakı 68 dərəcədir. Bura 62-68-dirsə, deməli, burada olacaq 50 dərəcə. İndi deyir ki, uşaqlar, bu ABC arasındakı münasibət. Yadınızda saxlayın, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Yəni, ən böyük tərəfimiz B-dir, sonra A-dır, sonra C-dir. Yəni, BAC bacıdır bəndə. Keçək 72-yə, müxtəsər vurma düsturu. 72-də nə edirik? Sadə vuruqlarını ayırıq. A çıxılsın 3, A üstə gəlinsin 3 bölünsün. Buradan da 3 ortaq vuruq kimi çıxardıram. A plus 3. İxtisar getdi, nə qaldı? A çıx 3 böl 3. Yəni, baxın, bu qaldı. Cavab A bəndi. Keçirəm 73-ə. 73-də deyir ki, uşaqlar,
Sinus 41 vur kosinus 11 neysə ifadəsinin qiymətini hesablayın. Deməli, bu bizdə nəyi verir? Sinusların sinus alfa çıxılsın betanın açılışını verir. Yəni, neynirəm? Yazıram buradan. Sinus 41 çıxılsın 11 bərabərdir sinus 30-a. Sinus 30-da nəyə bərabərdir uşaqlar? 2-də 1-ə A bəndinə. Keçdim 74-də. Perimetrləri bərabər olan bərabər tərəfli üçbucaqla kvadratların tərəfləri uyğun olaraq x1 və x2-dir. Neynirəm uşaqlar? Bir dənə üçbucaq çəkirəm və tərəfini x1 qəbul edirəm. Bir dənə kvadrat çəkirəm, tərəfini x2 qəbul edirəm. Bunun perimetri bərabərdir 3x1-ə, çünki bərabər tərəflidir və bunun perimetri 4x2-yə. Bu belə, bunu yazdım. Sonra keçirəm misalın ikinci hissəsinə. Deyir ki, verilən tənliyin kökləri x1, x2 olarsa A-nı tapın. Aha, gəlin yazaq uşaqlar. Bu perimetrləri bir-birinə bərabərdirsə yaza bilərəm 3x1 bərabərdir 4x2-yə. Buradan da alıram ki, x2 bərabərdir 0,75 böldüm 4-ə də, yəni x1-ə. Bu belə. İndi keçirəm bu hissəyə. V teoreminə əsasən x1 plus x2 bərabərdir 21-ə. Aha, gətirəm bunu, burada nəzərə alıram. Yazıram. x1 üstə gələk 0,75. Bunu biraz balacaladım. 75 x1 bərabərdir 21-ə. 1,75 x1 bərabərdir 21-ə. x1 də bərabər olacaq. Deməli, 12 olmalıdır. Deməli, 21 bölünsün 1,75. Aha, bərabər oldu 12. Sonra x1 aldıq, 12, gəlin x2-ni tapaq. x2 də bərabərdir 9-a. x1-imiz də var uşaqlar, x2-miz də var. Bunlar hazırdır. İndi bizdən nə istəyir? Bu hissəni yazmağımızı istəyir. Gəlin yazaq. Artıq bunlara ehtiyac yoxdur. Bunları silə bilərəm. Yazıram. 5a çıxılsın 7 bərabərdir. x1 vurulsun x2-yə. 5a çıxılsın 7 bərabərdir. 12 vurulsun 9-a. 5a çıxılsın 7 bərabərdir 108-ə, 5a bərabərdir 115-ə, a da bərabərdir 23-ə. Cavab oldu 23. Sonra keçdik 75-ə uşaqlar. Loqaritmadır. Aha, deməli ifadənin deyir qiymətini hesablayın. Uşaqlar, burada nə edirik? Toplamada bilirik ki, loqaritmaların iç hissələrini bir-birinə vururuq. Buna görə mən yazmaq istəyirəm ki, loqaritma 20 əsasından. Bu 2-ni gətirəm, baxın bunun üstünə. Nə olacaq? 2-nin kvadratı birbaşa yazıram 4. Üstə gələk loqaritma 20 əsasından 5. Bunun cavabı nə eləyir? 4 dəfə 5-in 20. Loqaritma 20 əsasından 20. Bu da bərabərdir 1-ə. Aldıq ki, bunun cavabı obşi bərabərdir 1-ə. Keçdim ikinci hissəyə. Yenə 2-ni gətirəm bunun qüvvətinə. Yazıram loqaritma 20 əsasından 100. Çıxılsın loqaritma 20 əsasından 5. Bilirik ki, çıxanda da nə edirik uşaqlar? Bölürük. 100-ü 5-ə böləcək. Yenə olacaq loqaritma 20 əsasından 20. Bu da bərabərdir 1. 1-i də vururam 1-ə eləyir 1. Keçdim 76-ya. Deyir silindrin ox kəsiyi tərəfləri A, B 12. Gəlin elə şəklin üstünə yazaq. Aha, hündürlüyü yəni 12-dir. Ox kəsiyi. AD 10'dur. Aha, yəni radiusu 5'dir. 5, 5. Deyir bu silindrin həcmini tapın. Uşaqlar, silindrin həcmini tapanda nə edirik? V bərabərdir. S oturacaq. Vurulsun H. H-ımız 12'dir var. Bizə lazımdır S oturacaq. S oturacaq da dairə olduğu üçün bərabərdir. Pi R-in kvadratına. Bu da bərabərdir. 3 vurulsun 25. Bu da eləyir nə? 75. Aha. İndi deyir həcmini tapın. V də bərabərdir. 75 vurulsun 12. Nə eləyəcək? 75'i də vuranda 12'yə eləyir 900. Bu da belə. Keçək tapşırıq 77'yə. İfadənin deyir qiymətini tapın. Gəlin tapaq. Deməli yazıram 5 üstü mənfi 2 vurulsun. Gəlin bunu yazaq. Burada uşaqlar mənfi nə demək? Yəni tərsinə çeviririk. Mən bunu belə yazmaq istəyirəm. 5 üstü 4, 2 üstü 4 tərsinə çevirdim. Baxın bu mənfiyə görə. Vurulsun.
Bunu da gəlin çevirək düzgün olmayan kəsrə. 2-də 5-dir və üstü -3 nə deməkdir? Yəni 5-in kubu 2-nin kubu deməkdir. Vurulsun 5-in kubu 2-nin kubu. Aha, indi 2-nin kubu. İxtisarlarımızı aparaq. Bundan bu getdi. Aşağıda bir dənə qaldı 2-miz. Məxrəcimizdə bir dənə 2 var. 5-in kubu ilə bu getdi. Yuxarıda var bir dənə 5-imiz. Burada da bu -2. Bunun da üstünə bir dənə var 1. Bunu da toplayan eləyəcək 5 üstü -1. Bu da nə deməkdir? 1 bölünsün 5. 2-ni də yazdım. Bura oldu 0,1. Cavab 0,1. Keçdim 78-ə. Deyir ki, 78-də düzbucaqlının deyir sahəsi budur, uzunluğu bu olarsa x-in ən kiçik tam qiymətini tapın. Gəlin yazaq uşaqlar. X kvadratı çıxılsın 7x plus 12. Gəlin bunu viyyətə görə. Kökləri nədir viyyətə görə? 3, 4 yazıram. X çıxılsın 3, x çıxılsın 4. Bu x çıxılsın 3'ü verib. Yəni ki, bu bizim nəyimizdir? Uzunluğumuzdur. Uzunluq. Bizə nə lazımdır? X çıxılsın 4 lazımdır. Bunun ən kiçik qiyməti. Uşaqlar, heç siz görmürsünüz ki, n 0 olsun, ya uzunluq 0 olsun? Yox. Deməli, bu x ya mənfi olsun? Yox, görməmişik. Deməli, bu nə olmalıdır uşaqlar? Ölçüsü x. Ən kiçik tam qiymət deyir bizə. Ona görə bunun ən kiçik qiyməti olacaq x-in ən kiçik qiyməti. Buradakı x-in ən kiçik qiyməti olacaq 5. Çünki x-in yerinə 3 qoyanda mənfi olur. 4 qoyanda 0 olur. Və mən qoya biləcəyim ən kiçik qiymət yalnız 5-dir. Ona görə cavab olur 5. Gəldik, çıxdıq 79-a. Aha, 79-da görək bizə nə deyir? Deyir, diaqonalı 6 olan kubun tam səthi ilə yan səthinin sahələri cəmini tapın. Gəlin baxaq uşaqlar. Bir dənə kub çəkək. Balaca bir yığcam kub çəkək. Aha. Səliqəsiz olsa da idarə edək. Deməli, buradan bura bir dənə yeniləm diaqonal çəkirəm. Aha. Bu diaqonal nə olacaq uşaqlar? Kökdə 2 deməli a kvadratı. Burada olacaq til a, burada a. Bunu da buradan birləşdirsək. 3 a, kökdə 3 a-nın, deməli, diaqonalımız bərabərdir. Kökdə 3 a-nın kvadratı. Kökdə 3 a. Bu bərabərdir 6-ya. Buradan a nə olacaq? 6 bölünsün kökdə 3. Bu da bərabərdir. İxtisar aparsaq nə qalır? 2 kök altında 3. A-nı tapdıq. Bizdən deyir, kubun tam səthi ilə yan səthinin sahələrinin cəmi. S tam bərabər. Burada uşaqlar düşünməyimə səbəb mən kubun düsturlarını əzbərləmirəm. Bu hamısı yəni bir-birindən alınır. Hesablayıb belə tapıram. Neysə, keçək dərsimizə. S tam uşaqları nəyə bərabərdir? 6a-nın kvadratı. Yəni 6 dənə üzü var. Bir dənəsi a kvadratıdırsa 6-ya vurub olur tam səthinin sahəsi. Bu bərabərdir. 6 vurulsun. 2 kök 4-ün kvadratı da eləyəcək 12. Bu da bərabərdir 72. Sonra deyir ki, yan səthinin sahəsi. Neçə dənə yanı var uşaqlar? Kubun 4 dənə. S yan da bərabər 4a kvadratına. Bu eləyəcək 4 vurulsun 12. Bu da bərabərdir 48. S bizdən bundan cəmini istəyir. Bərabərdir 72 plus 48 bərabərdir 120. Cavab olacaq 120. Sonra keçdik 70 yox 80-ə. Deyir ki, 80-də ata ilə oğlun yaşları fərqi 24-dür. Atanın yaşını oğlun yaşına böldükdə natamam qismət 2. Atanın uşaqlar yaşı olsun ata, oğul. Atanın yaşı olsun x plus 24, oğlun yaşı olsun x. Atanın yaşını x plus 24'ü x-ə böləndə nə alınır? Natamam qismət 2 alınır, qalıq 3 alınır. Yazıram x plus 24 bərabərdir 2x üstə gələk 3-ə. Aha, x buradan x-ləri bir tərəfə yığıram, bərabərdir nəyə? 21-ə. Deməli, oğlun neçə yaşı var imiş uşaqlar? Düz yazdım. 21. Deməli, oğlum var imiş 21 yaşı. Aha, bu da belə. Keçək uşaqlar 81-ə.
81-də deyir ki, cüt sayda həddi olan sonlu ədədə silsilənin cüt yerdə duran hədlərinin cəmi tək yerdə duran hədlərinin cəmindən 204 vahid böyükdür. Aha, gəlin yazaq uşaqlar. A1 plus A3 plus və s. AN minus 1. Və yazaq cütləri. A2 plus A4 plus və s. AN. Aha. Deyir silsilə fərqi 17-dir. D-miz bərabərdir 17. Eyni zamanda deyir ki, cüt yerdə duranların sayı tək yerdə duranların sayından deməli 204 vahid çoxdur. Yəni bunları bir-birindən çıxsaq bərabər olacaq 204-ə. Aha, uşaqlar, burada nə edirəm? İndi mən bunun yerə dəyişik yazdım. Bunu dəyişmək istəyirəm. Bunu qoyaq bura. Bunu sürüşdürüm aşağıya. Sonra bunu qaytarım yerinə. İndi oldu. Deməli, nə etmək istəyirəm? Çıxmaq istəyirəm bunlar tərəf-tərəfə. A2-dən A1-ə çıxanda nə qalır? D qalır. A4-dən A3-ə çıxanda D. Və s. A-dən A-yə minus 1-i D bərabərdir 204-ə. Burada nə oldu uşaqlar? Deməli, neçə dənə D var burada uşaqlar? N bölünsün 2 dənə D var. Niyə n bölünsün 2 yazdım uşaqlar? Çünki ümumi ədədlərimizin sayı n dənədir. Axı mən burada 2 vahid azaltmışam, bunları 2-yə bölmüşəm. Baxın, n dənəsini buraya bunları 2-yə bölmüşəm. Yarısı bunun buradadır, n bölü 2 dənəsi, yarısı da buradadır. Ona görə bu şəkildə yazdım. Vurulsun D bərabərdir 204-ə. D-nin də qiyməti 17-dir, yazıram yerinə. N bərabərdir 204 vuraq 2 bölək 17. Aha, 204-ü də bölürəm 17-yə, bu da eləyəcək 12. 12-ni də 2-yə vuranda elədi 24. Cavab oldu 24. Sonra gəldim 82-yə. 82-də deyir qaçış yolu. Aha. Uyğun tərəfləri bir-birinə paralel olan iki üçbucaq formalı sahə ilə hüdudlanmışdır. Bu yolun bütün kənarları boyunca adi təpələrdən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla vasitələr əkilmişdir. Aha. AB-ni verib uşaqlar 160. AC-ni verib 180. BC-ni verib 200 və DY-ni verib 45. Uşaqlar, DY-ni burada bizə verməyində məqsəd odur ki, biz bu DY-yə əsasən DF-ə, üzr istəyirəm. DF-ə əsasən digər tərəflərdə rahatlıqla tapa bilərik oxşarlığa görə. Çünki bunlar bir-birinə oxşar üçbucaqlardır. Deməli, necə tapacağam digərlərini? Yazıram. 180 bölünsün 45. Baxın, paralel olan tərəfləri nisbətən yazıram. 45 bərabərdir. AB-nin, yəni 160-ın ona paralel tərəf hansıdır? Y-dir, ya da D-yə. Bu isə bərabərdir nəyə? 200-ün F-Y-yə nisbətinə. Bunu buna böləndə nə edir? 4 elə buradan yazım. Yazıram. D, Y də bərabərdir 40-a. F, Y bərabərdir 204-ə 50-yə. F, Y-miz oldu 50, burada oldu 40. İndi gəlin görək nə qədər ağac əkilib. Day, buna ehtiyacımız yoxdur, silirəm. Ağacın sayını tapanda nə edir uşaqlar? Deməli, tapmalıyıq perimetr. Böyük P bərabərdir. Böyük bucağı böyük P yazacağım. 160, 180, P nə edir? 160, üstə gələk 180 plus 200. Bölünsün, uşaqlar. Ağacın sayını tapmaq istəyirəm ki, aralarındakı məsafəyə bölürəm, 5-ə böləcəm. Bu da bərabərdir. Deməli, 240, 200, 340, 200, 540 bölünsün 5. Bu deyir 108. Bu oldu uşaqlar. Birinci deməli, baxın, böyük bucağa əkilib 108 ağac. Keçsin balaca P-yə bərabərdir. 40, bunu da 5-ə böləcəm. Üstə gələk 50, üstə gələk 45. Bölünsün 5. Bərabərdir 90, 135. Bunu da 5-ə böləndə nə edir? 2, 7, 27. Aha. Deməli, 108 ağac böyüyə əkilib, 27 ağac balacaya. Cəmi 135 ağac əkilib. 135, inşallah hesablamalarda səhvə yol vermədim. Sonra keçək uşaqlar 83-ədir. Parabolanın təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3 kökdə 5 olarsa, B
parametrinin kiçik qiymətini tapın. Aha. Gəlin baxaq uşaqlar. Deməli, parabolamızın neyiniyək? Qolları deməli yuxarıdır, çünki A-mız müsbətdir. Bu olsun bizim ədəd oxumuz. Aha. Burada uşaqlar neynirəm? Parabolanın təpə nöqtəsinin gələn qiymətlərini tapaq. Mən bunu törəməklə tapıram, çünki elə daha rahat gəlir mənə. Yəni, buradan bir dənə törəm alaq. Y' bərabərdir nəyə? 2x çıxılsın 6 bərabərdir 0. X bərabərdir 3-ə. 3-ü yerinə qoyaq uşaqlar. 9 çıxılsın 18 üstə gələk B. Aha, bu da bərabərdir nəyə? Bu da bərabər olacaq. B çıxılsın 9-a. Deməli, parabolanın təpə nöqtəsi x-i 3-dür, y-i B-9-dur. Bu da yazıram B çıxılsın 9. Aha. Bu oldu bizim təpə nöqtələrimizin koordinatı. Aha. Təpə nöqtəmiz düşdü bura. Artıq bunu silə bilərəm. Bunu tapdıq. Aha. Sonra uşaqlar. Deməli, deyir ki, bu nöqtədən, təpə nöqtədən bura kimi məsafə 3 kök altında 5'dir. Biz uşaqlar işimiz rahatlaşdı. Buranın x-i 3'dür, y-i B çıxılsın 9'dur. İki nöqtə arasındakı məsafə düsturunu əsasən yazıram. Buranın koordinat başlayıcı bilirik ki 0, 0'dır. Yazıram 3'ün kvadratı üstə gələk. B çıxılsın 9'un mötərizə kvadratı bərabərdir 3 kök altında 5'in kvadratına. Aha, 9 plus B çıxılsın 9'un kvadratı bərabərdir. Bu nə eləyir? Kvadratı yüksəldəndə 9, 5, 45'ə. B çıxılsın 9'un kvadratı bərabərdir 36'ya. B çıxılsın 9 bərabərdir 6'ya və B çıxılsın 9 bərabərdir -6'ya. Deməli, 2 dənə cavabı aldıq. Buradan B bərabərdir. Buradan uşaqlar B bərabərdir 15'ə. Burada isə B bərabərdir 3'ə. Bizim cavablarımız. İndi bizə nə deyir burada? Deyir ki, ən kiçik qiymətini tapın. Yəni, cavab olaraq deyir bunu götürün. 3. Sonra. Gəldik 84'ə. Mərkəzi O nöqtəsində olan çevrənin kəsişən 2 vətərindən birinin uzunluqları 48 və 3. Aha, bir dənə çevrə çəkir uşaqlar. 2 dənə də kəsişən vətər. Bura olsun 3. Bura nə idi? 48. Sonra deyir ki, digər vətər isə 1, 4'dür. Bura olsun x, bura olsun 4x. Aha, bu vətərin uzunluğunu tapın. Aha, rahat sualda uşaqlar nə edirik? X vurulsun 4x bərabərdir 48 vurulsun 3'ə. İxtisar aparsaq 12, x kvadratı bərabərdir 36'ya, x bərabərdir 6'ya. Deyir, bu vətərin uzunluğunu tapın. Gəlin tapaq uşaqlar. 5x bərabərdir 5 vurulsun 6 elədi 30. Cavab oldu 30. Sonra keçdim 85'ə, sonuncu suala. Aha, deyir cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiadalarda iştirak edən şagirdlərin sayları göstərilib. Aha. Hər fənni üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını tapın. Gəlin baxaq uşaqlar. Deməli, y plus 3x bərabərdir 14'də sistem tənişini tapacağıq burada. 5y üstə gələk x bərabərdir 14'də. Buranı -3'ə vurmaq istəyirəm uşaqlar. Y plus 3x bərabərdir 14'də -15 y çıxılsın 3x bərabərdir 14 vurulsun -3'ə. Mənfi olmasa da olardı, neysə. Toplasaq bunları, deməli -14 y bərabərdir. Bu nə eləyəcək? -2 vurulsun 14. Aha, ixtisar getdi, ixtisar getdi. Y-imiz bərabər oldu 2'yə. Y 2'dir. Gəlin yazaq yerinə 2 plus 3x bərabərdir 14'də. X də bərabərdir nəyə? 12 bölü 4'də. Aha, y-imiz 2, x-imiz 4. Gəlin yazaq yerinə. 2, x-imiz də 4'dür. 4. Bura oldu o zaman 10 uşaqlar, düz dedim. Burada oldu 12. Bu belə. İndi bunu silək. Bunlarla işimiz bitdi. Gəldik əsas məsələyə. İndi deyir ki, hər fənn üzrə bir qalib olarsa, yəni riyaziyyatdan da bir nəfər qalibdir, fizikadan da bir nəfər qalibdir. Yəni 14 nəfərdən biri qalib çıxıb riyaziyyatdan və fizikadan da 14 nəfərdən biri. Sonra isə deyir ki,
Sonra deyir ki, oğlan fizika bu qaliblərin riyaziyyat fənni üzrə oğlan olması və fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını tapın. Aha, gəlin baxaq uşaqlar. Deməli, biz riyaziyyatdan hər fənn üzrə bir qalib, hər fənn üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan. Riyaziyyatda neçə oğlanımız var? 2 oğlan. Kombinezon 2 nəfərdən birini götürməliyik. Və eyni zamanda fizika fənni üzrə qız olsun. Yəni, burada da kombinezon 4-dən birini götürdük. Bu bizim oldu əlverişli hallarımız. İndi gəlin baxaq görək. Amma burada deməli, mümkün hallarımızın sayı nə olacaq uşaqlar? Mümkün hallarımız ise olacaq 14'ten 1. Aha. Kombinezon 14'ten 1'i və vurulsun kombinezon 14'ten 1. Bu kombinezon 14'ten 1 uşaqlar. Riyaziyyatda 14 nəfərdən bir dənəsi deməli qalibdir. Eyni zamanda fizikadan da 14'ten biri qalibdir. Amma bu mümkün halımızdır. Yəni bu əlimizdə olan bütün hallarımız budur. 14 nəfərdən biri qalib gəlir. Amma əlverişli hallarımız nədir? Bizdən nə istəyir? İstəyir ki, oğlanlar qalib gəlsin riyaziyyatdan. Yəni 2 dənə oğlandan bir dənəsi qalib çıxsın. Və eyni zamanda fizikadan isə 4 dənə qızdan biri qalib çıxsın. Bu da nə edir? 2 vurulsun 4 bölünsün 14 vurulsun 14. Burada qalacaq 7, burada 2, burada 7, bu da elədi 49'da 2. Bu da belə. 85-ci tapşırıqda bitirdik uşaqlar. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, İnşallah ürəyiniz istədiyiniz nəticəni əldə edərsiniz. Sağ olun uşaqlar, salamat qalın. Hələlik.